Salam, kainatın ən incə detallarını belə sevgi ilə naxış-naxış hörən, nizamın, məntiqin və daxili saflığın simvolu olan əziz qız bürcü. Həyatın hər anında bir məna axtaran, xaosun içində belə öz harmoniya adasını yaratmağı bacaran o xüsusi ruhsan. May ayının bu möhtəşəm günlərində ulduzlar sənə həm zəhmətinin bəhrəsini görmək, həm də daxili dünyana səyahət etmək üçün fərqli bir pəncərə açır. Bilirəm, sən qısa və səthi şeyləri sevmirsən, sənin üçün hər şeyin bir dərinliyi, bir səbəbi və izahı olmalıdır. Buna görə də gəl 18 maydan başlayaraq 24 maya qədər olan bu 7 günü sənin o incə və zərif ruhuna tam uyğun şəkildə. Hər detalını hiss edərək, tələsmədən və axışında birlikdə vərəqləyək. Rahat əyləş, dərin bir nəfəs al və ulduzların sənə olan bu özəl mesajlarını dinlə. 18 may, bazar ertəsi sabaha oyananda beynində artıq günün, bəlkə də bütün həftənin tam, qüsursuz planının hazır olduğunu hiss edəcəksən. Sənin üçün nizam hər şeydir, hər əşyanın öz yeri, hər işin öz vaxtı olmalıdır. Bugün idarə edici planetin olan Merkuri sənə elə bir zehni aydınlıq və fokuslanma verir ki, ən mürəkkəb, başqalarının günlərlə həll edə bilmədiyi məsələləri sən bir neçə saat içində yoluna qoya bilərsən. İş yerində və ya gündəlik öhdəliklərində ətrafındakı insanlar tez-tez səndən məsləhət və ya kömək istəyəcəklər. Çünki bilirlər ki, sən bir işə toxunursansa, orada xəta payı sıfıra enir. Lakin bu nöqtədə sənə kiçik bir ulduz xəbərdarlığı var. Mükəmməliyyətçilik duyğun səni başqalarının yükünü də öz çiyinlərinə almağa məcbur etməsin. Sən hər kəsi xilas edə bilməzsən və buna məcbur da deyilsən. Günorta saatlarında masanda oturarkən və ya işlərini yekunlaşdırarkən kiçik bir maliyyə fürsəti, bəlkə də büdcəndə sənə rahatlıq gətirəcək xırda bir qənaət yolu kəşf edəcəksən. Sən qazanclarını idarə etməkdə ustasan, bugün də o hesablama bacarığın işinə yarayacaq. Axşam evə qayıdanda isə səni sakitləşdirəcək tək şey mühitindəki o nizamı yenidən hiss etmək olacaq. Ətrafındakı dağınıqlığı toplamaq, hər şeyi rəflərinə yığmaq sənin üçün sadəcə fiziki bir iş deyil, beynindəki düşüncələri də səliqəyə salmaq üçün bir terapiyadır. Bu gecə yuxuya getməzdən əvvəl bir stəkan bitki çayı içərək günün bütün gərginliyini geridə burax. 19 may, çərşənbə axşamı sənə ünsiyyət, yeni məlumatlar və biraz da dözümlülük sınağı gətirir. Bugün öyrənmək eşqin zirvədədir. Uzun müddətdir maraqlandığın bir mövzunu araşdırmaq, yeni bir proqram öyrənmək və ya sadəcə vizyonunu genişləndirəcək sənədli bir film izləmək sənə böyük zövq verəcək. Sənin analiz edən ağlın bugün hər xırda detalı süngər kimi canına çəkir. Ancaq sosial mühitlərdə, xüsusən də iş yoldaşların və ya yaxın ətrafınla münasibətlərdə biraz tənqidi ola bilərsən. Kiminsə işinə səhlənkar yanaşması sənin o intizamlı təbiətini qıcıqlandıra bilər. Unutma ki, hər kəs sənin qədər məsuliyyətli və detallara diqqət edən deyil. İnsanların xətalarına və yavaşlıqlarına qarşı biraz daha səbirli olmağa çalış. Sevgidə isə sənə yalançı romantika yox, səmimiyyət və dürüstlük lazımdır. Bugün partnyorunla çox dərin, hətta gələcək planlarını detallı şəkildə müzakirə edəcəyiniz mənalı bir söhbət edə bilərsən. Subay qızlar üçün isə vizualdan daha çox. İntellektual səviyyəsi ilə onları heyran edəcək biri ilə yazışma və ya tanışlıq ehtimalı olduqca yüksəkdir. Axşam saatlarında təmiz havada uzun bir yürüyüş etmək, qulaqcıqlarını taxıb təbiətin və ya sevdiyin musiqinin səsinə qarışmaq sənin o daima işləyən sinir sistemini sakitləşdirəcək. Bugünün dərsi budur. Bəzən xaosun içindəki o kiçik qüsurları olduğu kimi qəbul etmək ən böyük mükəmməllikdir. 20 may, həftənin tam ortası. Çərşənbə günü sənin diqqətin qəfildən daha praktik və maddi mövzulara, xüsusən də ortaq dəyərlərə və büdcə planlaşdırmasına yönələ bilər. Ola bilsin ki, bank işləri, rəsmi sənədlər, vergilər və ya abunəliklərlə bağlı bəzi kağız-kuğuz işlərini qaydaya salmalı olasan. Bəzi bürclər üçün bu cür işlər kabus kimidir, amma sənin üçün əksinə. Sən sənədlərin, rəqəmlərin və hesablamaların arasında özünü evindəki kimi təhlükəsiz hiss edirsən. Hər şeyi qeyd etmək, büdcəni qəpiyinə qədər hesablamaq sənə daxili bir güvən verir. Günün ikinci yarısında heç gözləmədiyin bir anda köhnə bir dostdan, bəlkə də uzun zamandır səsini eşitmədiyin bir qohumdan xəbər ala bilərsən. Bu xəbər səni bir anlıq keçmiş xatirələrə apara bilər. Qız bürcü olaraq duyğularını məntiqlə pərdələməkdə ustasan. Amma bugün ulduzlar sənə pıçıldayır ki, o pərdəni biraz arala.
Əgər daxilində sərbəst buraxılmaq istəyən bir kədər, bir xiffət varsa, ona icazə ver. Bəzən ağlamaq və ya ən yaxın səmimi dostuna ürəyini boşaltmaq sənin ən böyük şəfan ola bilər. Yaradıcılıqla, əl işləri ilə və ya detallı dizaynla məşğul olan qızlar üçün bugün axşam saatları ilham pərilərinin rəqs etdiyi zamandır. Mətbəxə keçib uzun zamandır sınamaq istədiyin o mürəkkəb resepti hazırlamaq belə sənin üçün möhtəşəm bir meditasiya olacaq. 21 may, bugün göy üzündə enerjilərin oxu dəyişir. Günəş sənin 10-cu evinə, yəni karyera və ictimai status evinə, Əkizlər bürcünə qədəm qoyur. Bu, sənin üçün sakitcə arxa planda işlədiyin dövrün bitib, zəhmətinin işıq üzünə çıxdığı bir aylıq parlaq bir siklin başlanğıcıdır. Gələn həftələr ərzində sən hər kəs tərəfindən daha çox görüləcək, daha çox təqdir ediləcəksən. Xüsusilə bugün rəhbərliklə danışıqlar aparmaq, yeni bir iş planını təqdim etmək və ya uzun müddətdir gözlədiyin o vəzifə artımını müzakirə etmək üçün qızıl dəyərindədir. Sənin o yorulmaz çalışqanlığın və detallara verdiyin önəm nəhayət ki, layiq olduğu ən yüksək qiyməti alır. Ancaq bu tranzit özü ilə bərabər böyük bir informasiya seli də gətirir. Ətrafında çoxlu söz-söhbət, təkliflər, bəzən də lazımsız məlumat kirliliyi ola bilər. Hansı məlumatın həqiqətən dəyərli, hansının isə sadəcə boş səs-küy olduğunu ayırd etməkdə sənin o məşhur, iti analiz qabiliyyətin sənə bələdçi olacaq. Axşam saatlarında qələmini və dəftərini götür, növbəti 6 ay üçün hədəflərini yaz. Sən planlar qurmağı, siyahılar tərtib etməyi sevirsən, bugün yazacağın o hədəflər sənin gələcək uğurlarının sarsılmaz bünövrəsi olacaq. 22 may, cümə günü. Həftənin o yorucu, amma bir o qədər də məhsuldar iş ritminin yavaş-yavaş səngidiyi bir gündür. Bugün sənə daha çox sosial aktivlik və ətrafındakılarla çiyin-çiyinə, bir komanda kimi işləmək enerjisi gətirir. Normalda tək başına hərəkət etməyi, işini kimsəyə etibar etməməyi seçirsən, ancaq bugün görəcəksən ki, başqaları ilə fikir mübadiləsi aparmaq işin keyfiyyətini daha da artırır. Bir dost qrupu daxilində sanki o qrupun məntiq mərkəzi sən olacaqsan. Kimsə şəxsi problemi ilə bağlı dalana dirənəndə, sənin ona verəcəyin o dürüst, heç bir bəzək-düzəksiz, tamamilə praktik məsləhət o insanın həyatını asanlaşdıracaq. Maddi mənada isə bugün kiçik, amma üzünü güldürəcək sürprizlər ola bilər. Bəlkə çoxdan bəyəndiyin bir əşyaya böyük bir endirim, bəlkə də sevdiyin birindən gələn dəyərli bir hədiyyə. Sevgi münasibətlərində qız bürcü böyük nümayişlərdən çox xırda toxunuşlarla sevgisini bildirir. Bu axşam sevdiyin insan üçün faydalı bir iş görmək, məsələn, onun yorğunluğunu alacaq bir mühit yaratmaq sənin ən böyük sevgi etirafındır. Dostlardan gələn axşam planı təkliflərindən imtina etmə, biraz gülmək, insanların arasına qarışmaq daxilindəki o dayanmadan işləyən tənqidçi səsi susturmağa kömək edəcək. 23 may, şənbə günü. Nəhayət ki, sənin ən çox gözlədiyin o şəxsi məkanına, evinə və özünə ayıracağın o müqəddəs gün gəlib çatdı. Amma hamımız bilirik ki, qız bürcü üçün istirahət elə bütün gün uzanmaq demək deyil. İstirahət həm də ətrafı gözəlləşdirmək, faydalı nəsə etməkdir. Bugün evində əsaslı bir nizam-intizam yaratmaq istəyəcəksən. Qarderobunu mövsümə uyğun yenidən təşkil etmək, rəflərin tozunu almaq, otaq bitkilərinin torpağını dəyişib onlara sevgi ilə su vermək. Bu fiziki məşğuliyyətlər əslində sənin ruhunu təravətləndirən ən gözəl terapiyadır. Bütün bu işləri bitirdikdən sonra isə diqqətini tamamilə öz bədəninə yönəltməlisən. Sənin təbiətə və təbiilikdən gələn şəfaya olan xüsusi bir bağın var. Axşam saatlarında özünə kiçik bir qulluq ritualları təşkil et. Xüsusilə saçlarına və saç diblərinə təbii botanik yağlarla, bəlkə biraz rozmarin, bəlkə də gənə gerçək və nanə yağı ilə edilən xüsusi bir masaj bu şənbə gününün sakitliyində sənə əsasba təsiri bağışlayacaq, həftənin bütün stressini kökündən alıb aparacaq. Gecəyə doğru əlinə ən sevdiyin kitabı alaraq, təmizlənmiş və mis kimi qoxan evində rahatlığın zirvəsini yaşayacaqsan. 24 may, həftənin sonuncu günü, bazar. Bugün sənə ulduzlardan gələn ən qəti və net mesaj budur. Tam və mütləq zehni istirahət. Bugün heç bir siyahı hazırlamaq, edilməli olanlar cədvəlinə göz atmaq, kimsənin problemini həll etmək yoxdur. Qoy bugün dünyada hər şey biraz dağınıq, biraz plansız qalsın. İnan mənə, sən istirahət etdin deyə dünya dağılmayacaq.
Səhər oyananda tələsmə, yataqda istədiyin qədər uzan, pəncərədən düşən günəş işığını izlə və sadəcə anın dadını çıxar. Mükəmməliyyətçilik zirehini bu günlük kənara qoy. Ruhunu və zehnini heç bir məqsəd güdmədən qidalandıracaq şeylər et. Bəlkə rəngləmə kitabı ilə məşğul ol, bəlkə də sadəcə sevdiyin retro musiqiləri açıb xəyallara dal. Özünü xətalarınla, mükəmməl olmayan tərəflərinlə, bütün insani hallarınla sev və qəbul et. Gələn həftənin planlarını bugün düşünmə, qoy o işlər sabahın, yəni bazar ertəsinin dərdi olsun. Bugün sən sadəcə var olmağın hüzurunu yaşamalısan, əziz və bənzərsiz qız bürcü. Bu uzun, detallı və sənə aid olan həftəlik yolculuğumuzun sonuna gəldik. Sənin intizamın, hər xırda detala olan hörmətin və o təmiz, təmənnasız qəlbin bu həftə sənə tamamilə yeni və işıqlı qapılar açacaq. Hər şeyi mükəmməl etməyə çalışarkən əslində onsuz da kifayət qədər mükəmməl olduğunu özünə xatırlatmağı unutma. Bəzən həyatın ən gözəl anları o kiçik, hesaba qatılmamış planlardan və xətalardan doğur. Özünə qarşı həmişə şəfqətli ol, çünki sən kainatın ən incə zəkasını daşıyırsan və hər şeyin ən gözəlinə layiqsən.